şirin yuxum olaydım, gözlerine dolaydım, sana lay lay çalaydım, gece gündüz hemde. Kızıl gülüm deneydim, 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 sana çalay höreydim, höreydim, höreydim. Kızıl gülüm deneydim, 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 sana çalay höreydim, höreydim, höreydim. Yuxularına gələydim, gecə gündüz həmdəmim. Yuxularına gələydim, gecə gündüz həmdəmim. Qəm qüssənim ataydım, kaş arzuma çataydım, mən də şirin yataydım, gecə gündüz həmdə. Qəm qüssənim ataydım, kaş arzuma çataydım, mən də şirin yataydım, gecə gündüz həmdə. Qızıl gülüm deneydim, 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 sana çalay höreydim, höreydim, höreydim. Bu kadar naz eleme, gel bize kurban olalım, eyleşip sohbet eder, yüz yüze kurban olalım. Meclisin sağı ya, meclisin sağı yol, neşe getir bezmimize, ver şeker taş dodağından, meze kurban olayım. Könlüm her cahil değil, könlüm her cahil değil, günde sever bir güzeli yar. Vurulup sendeki şehla göze kurbanın olum, seni bir mehdi sevip aşıkın olmaz yalan. Seni bir mehdi sevip aşıkın olmaz yalanı, ehtibar et dedin, her sözden kurban olur. Yuxulardan gələydim, gecə gündüz həmdə. Yuxulardan
Teşekkür ederim. Çok sağ olun. Gel seni gözleyir bu bağlar gel, üzümü dervişem evli var gel, yolumu Birazdan Naneli'de. Mən bugün Ovqat kolbasalarının həm də soba sosislərindən danışmaq istəyirdim. Soba sosisləri elədir ki, evə getdiniz bir zamanda nəsə hazırlamaq istəyirsiniz, amma dadlı olsun, övladlarınızın bəyənəcəyi bir şey olsun, sizin zövqünüzə, ağız dadınıza uyğun bir şey olsun. Məhz lerikdən gətirilən xam maldan hazırlanan çox keyfiyyətli bir məhsul olan Ovqat kolbasa və sosislərindən danışaq sizə. Siz girin marketə və orada soba sosislərini soruşun və yaxud da ki, Ovqat kolbasalarının 100-dən çox növü var. Yəni sizə, sizin ağız dadınıza uyğun olaraq Ovqatdan kolbasa seçib verəcək və mən əminəm ki, sizin yalnız və yalnız bundan sonra seçiminiz Ovqat kolbasası olacaq. Ovqat halal süfrənin bəzəyi. Ovqat şirkəti özünə o qədər arxayındır ki, suallarınız olarsa, təklifləriniz olarsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz.